A nöqtəsini 2 vaid aşağı, 3 vaid sola sürüşdürsək, alınan nöqtənin koordinatları cəmini tapın. A nöqtəsi koordinat müstəvisində -2, -3, yəni x oxu üzərində -2, y oxu üzərində isə -3 koordinatları ilə birləşib. Deməli, birləşdiyi nöqtədir daha doğrusu. 2 vaid aşağı dedikdə biz y oxu boyunca 2 vaid aşağı düşür. Yəni, olur -5. Yəni, -3, 2 vaid. Belə deyək də, -2, -3. 2 vaid aşağı getdikdə bu ancaq y oxu boyunca, yəni 2 vaid aşağı gedir. Yəni, -2. Və 3 vaid sola. 3 vaid sola dedikdə nöqtə 2 vaid aşağı gəlmişdi. 3 vaid də sola getdi. 1, 2, 3. 3 vaid də sola gedir. Yəni, bu koordinat da -2-dən 3 vaid bu tərəfə gəldiyi üçün -5 olur. Yəni, -2 çıxılsın 3. Qrafik çəkmədən də biz koordinatların necə dəyişdiyini hər bir uyğun koordinata görə aşağı və yuxarı getdikdə yalnız y koordinatı dəyişir. Sağa və sola getdikdə isə x koordinatı dəyişir. Birinci gələn həmişə x-dir, yəni absisdir. İkinci gələn isə ordinatdır. -5, çünki -2-dən -3 çıxacaqsınız. -3-dən də 2 çıxdıqda yenə -5. Və koordinatlar oldu -5, -5. Və bizdən də bu nöqtənin koordinatları cəmi tələb olunur. Yəni, -5 üstə gəlinsin -5 bərabər olacaqdır -10-a.